Suraxanı rayonu Hövsan qəsəbəsində əlverişsiz hava şəraiti ilə yolların sürüşkən olması səbəbindən yol nəqliyyat hadisəsi baş verib. Sferas xəbər verir ki, hadisə Aynaya məxsus 121Y nömrəli marşrut xətti üzrə Hövsan Əhmədli istiqamətində hərəkətdə olan sərnişin avtobusunun idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Belə ki, avtobus sürüşkən yol örtüyündə hərəkət edərkən nəzarətdən çıxaraq 210 nömrəli marşrut avtobusu ilə toqquşub. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Hər iki avtobusda olan sərnişinlərin təhlükəsizliyi dərhal təmin edilib. Ciddi panika yaşanmayıb. Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altına alınıb. İlkin məlumata görə yol nəqliyyat hadisəsinin baş verməsinə əsas səbəb kimi yol örtüyünün sürüşkən olması göstərilir. Qeyd olunur ki, son günlər hava şəraitinin kəskin dəyişməsi, yağıntı və temperaturun aşağı düşməsi şəhərdaxili yollarda sürüşkənliyi artırıb. Məsələ ilə bağlı araşdırma aparılır. Sürücülərə belə hava şəraitində daha diqqətli olmaları, sürət həddinə əməl etmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri tövsiyə olunur.